Salam əziz izləyicilər. Pitiminutka suyu niyə qızdırmır? Suallar olur ki, temperaturu tənzimləyirikdə xeyri olmur, 30 dərəcədən yuxarı qalxmır. Bu nədən ola bilər? Bunun bir neçə səbəb ola bilir. Deməli, səbəblərdən birincisi odur ki, bəzən şəbəkədə qazın təzyiqi azalır. Ona görə yetərincə qızdıra bilmir. Qazın təzyiqinin azalması. Daha bir səbəb suyun şəbəkədə təzyiqinin artması. Çox sürətlə su axır deyə qazın gücü çatmır onu qızdırmağa. Bir səbəb də ola bilir. Bəzən istifadə qaydasını bilməyən adamlar olur. Qış rejiminə keçmirlər. Qışda, yayda işləyir normal. Qış rejiminə keçmirlər və buna görə də su yetərincə qızmır. Deməli, qış rejiminə keçmək nə baş verir bu halda? Deməli, iki hissədən ibarət olur farsunkalar. Ocaqlıq iki hissədən ibarət olur. Yay rejimində tək bir hissəsi işləyir farsunkaların. Qış rejiminə keçəndə bütün farsunkalar işləyir. Ona görə imkan tapa bilir su qızmağa. Deməli, təkrar sayaq. Birinci, qış rejimində olmalıdır, əgər suyu qızdırmırsa. İkinci, qazın təzyiqi nəzarətdə saxlanmalıdır, əgər azalıbsa ona əncam eləmək lazımdır. Üçüncü, su təzyiqinin artması. Su təzyiqi yuxarıdırsa bu problem suyu tənzimləməklə mümkün ola bilir. Suyu krandan biraz azalda bilərsiniz ta ki, istədiyiniz temperaturu alana qədər. Qazın azalmasında da bu üsul yetərli ola bilər. Yenə suyu azaldırsınız, axım azalır və su sizin istədiyiniz temperatura qədər qıza bilir. Bu üç səbəbdən, əsas üç səbəbdən bu məsələ baş verə bilir. Başqa bir hal da ola bilir, su əksinə çox qızır. Bu da bəzən ərk bağlamanın səbəbini ola bilir. Ona görə arada bir bu yudutmaq lazımdır. Bütün minutkanı usta çağırıb yudutmaq lazımdır. Bir məsələ də pitiminutka ilə işləyərkən əksər işlədicilər bir səhvə yol verirlər. O simistitil deyilən kran ki var, suyun temperaturunu o simistitil ilə tənzimləyirlər. Bu doğru deyil. Bu qaz pitiminutkanın xarab olmasına gətirib çıxara bilən bir səhvdir. Deməli, siz suyu elə temperaturda tənzimləyirsiniz ki, artıq onu soyuqlamağa ehtiyac qalmasın, soyuq su qarışdırmağa ehtiyac qalmasın. Elə bunu demək istəyirdim. Sağ olun, sağlıqla qalın.